Xoş gördük. Azərbaycan prezidenti Özbəkistanda dövlət səfərindədir. İlham Əliyev Daşkənddə böyük təntənə ilə qarşılandı. Qarşılama tədbirlərini qürurla izlədik. Verilən mesajlar göstərdi ki, Özbəkistan rəsmi Bakını əsas tərəfdaşı hesab edir. Səfər çərçivəsində əbədi dostluq haqqında müqavilə imzalandı. Diplomatiyada sözlər təsadüfən seçilmir. Ona görə də sənədin adındakı əbədi dostluq ifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki iki dövlət strateji tərəfdaş və müttəfiqidir. Bəs nə dəyişdi ki, münasibətlər yeni hüquqi status aldı? Məncə səfəri məhz bu sual üzərindən oxumaq lazımdır. Azərbaycanın Mərkəzi Asiya siyasəti planlı şəkildə qurulub. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq mövcuddur. Orta dəhliz layihəsinə xüsusi önəm verilir. Çoxsaylı iqtisadi projelər qarşılıqlı münasibətləri daim inkişaf etdirir. Daşkənddə imzalanan yeni müqavilə isə bu siyasətin diplomatik zirvəsidir. Bu sənədlə tərəflər öz münasibətlərini sonsuzadək dostluq çərçivəsində qurmağa söz verirlər. Müqavilənin ən diqqət çəkən tərəfi təhlükəsizliklə bağlıdır. Sənəddə yazılır ki, tərəflər bir-birinin suverenliyinə zərər vuran hər hansı blokda iştirak etməyəcəklər. Həmçinin bir-birinə qarşı öz ərazilərindən üçüncü dövlətlərin istifadə etməsinə də izin verilməyəcək. Eyni zamanda digər tərəfin əleyhinə çalışan təşkilatların fəaliyyətinə də yol verilməyəcək. Bütün bunlar olduqca güclü mesajlardır. Diplomatik dildə yazılsa da mahiyyət çox sadədir. Tərəflər bir-birinin təhlükəsizliyini öz gündəliklərinin bir hissəsi sayırlar. Burada diqqət çəkən başqa bir məqam da var. Dövlətlər bir-birinin öz milli reallıqlarına uyğun inkişaf yolu seçmək hüququnu dəstəkləyir. Bu ifadə də təsadüfi deyil. Son illərdə həm Azərbaycan, həm də Özbəkistan daxili islahatları geopolitik güclərin diktəsi ilə aparmır və öz milli inkişaf modelini təqdim edir. Müqavilə bu yanaşmanı hüquqi prinsipə çevirir. Müqavilədə həmçinin Azərbaycan və Özbək dillərinin qarşılıqlı tədrisi də nəzərdə tutulur. Ali məktəblər əməkdaşlıq edəcək, bircə elmi layihələr hazırlanacaq. Mədəniyyət və turizm əlaqələri genişlənəcək. Müqavilənin başqa bir maraqlı nüansı BMT ilə bağlıdır. Tərəflər münaqişələrin həllində BMT-nin roluna sadiq olduqlarını bəyan edirlər. Bu, Azərbaycanın uzun illər müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərinin Özbəkistan tərəfindən də tam dəstəklənməsi anlamına gəlir. Vaxtilə Qarabağ məsələsində formalaşmış hüquqi yanaşma indi daha geniş əməkdaşlıq modelinə daşınır. Bəli, imzalanan müqavilə Azərbaycan diplomatiyasının Mərkəzi Asiya prioritetlərini hüquqi formaya saldı. Bu sənəd göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazın lider dövləti deyil, artıq Mərkəzi Asiyada yeni geopolitik aktordur. Başqa sözlə, Türk dünyasının inteqrasiyasında yeni mərhələ başlayır.